Değerli izləyicilərim, bir daha salamlayıram sizi. Kanala abunə olub like verməyinizi unutmayın. Bax, like buradadır, abunə olmaq səhv eləmirəmsə buradadır, ya buralarda da hardasa. Kanalımız daha irəli getsin, daha maraqlı videolarımız olsun. Yeməklə də əlaqədar, gəzməklə də əlaqədar, köçməklə də əlaqədar. Vəbşi normal həyata gəlmək üçün çoxlu videolar çəkəcəm ki, biraz xalqımız, yəni millətimiz maariflənsin, daha çox maarifli olsun. Bu günləri gedirik biz dağlara. Dağlardan sizə mənzərələrlə də paylaşacağım. Hamısını paylaşacağım. Baxın, videonu bəyənin. Və istəyirəm siz də biləsiniz ki, Azərbaycanda da belə şeyləri bacarırdınız. Tək gedib sizə deməyəcəm. Baxın, mən nə yedim, belə söhbətlər yox. Ona görə xoddanaq gedək. Görüşərik. Звезды между падают, я каждый раз заканчиваю терять. Больше не могу, я просто мучаю себя. Теперь ты больше не моя. И не в 6 утра. Salam, salam. Buyurun. Keçin. Baxın. Mən indi nə demək istəyirəm? Baxın, gəldik buraya gəzə-gəzə. Belə bir apartmanlarda qaldıq. İsti, super. Stol. Bu birinci mərtəbəsidir. Birinci mərtəbə sizə məsləhət görürəm. Bax, Jablikə gələndə, Jablikin havası da, elə bir havanı yemək istəyir adam. Belə bir yerdə dayanmağınızı məsləhət görürəm. Bax, xaladiniki var. Nə bilim, induksionlusu var. Bütün hər şeylər var. Qazanı, qapağı, hamısı. Həm istidir, həm ağdır, təmizdir. Biz də gəldik hələ buranı, yəsi belə deyək də, bir daha da hər yeri təmizlətdirdi, gül kimi. İpsli, pensi də elə qaladı ki, adam istidən ölürdü. Sonra mən bura ailəmlə gəldim, 4 nəfər, 2 uşaq, 2 böyük. İndi gedəyim sizə yuxarıda spalnini göstərəcəm. Yəni bu pilləkəndə yıxılmasam yaxşıdır. O da yıxılası deyiləm, belə intereslidir. Çox maraqlı. Qalxırıq bura. Baxın, belə bir 2 nəfərlik yatağı var. 2 nəfərlik yatağı. Burada balaca qızımız yatırdı. Bura bir balaca qız üçün. Burada da ki yataq böyük qızımız üçündür. Uşaqlar yatandan sonra axşamı da, səhəri də. Burada belə terasasıdır. Buradan oturub, baxın belə deyək. Belə otursan, belə dünyanı fikirləşsən. Yəni buralara gələndə belə yerlərdə gəlib istirahət eləməyinizi tövsiyə edirəm, gözəl insanlar. Nəyə görə onu da deyim. Montenegro tək dənizdə ölür. Dəniz Bakıda da var, hər yerdə var. Çox belə mənzərəli, çox belə gözəl, ləzzət eləyən bir məkanları var. Ona görə mən indi sizə belə deyim. Gəldik burada otelə gedirsən, biri deyir 100 evra, biri deyir 120 evra, biri deyir 150 evra. Amma gəldim belə 2 mərtəbə qəşəng özünün kuxnası, özün yeməyini bişirirsən, hər şeyini eləyirsən 30 evra, 35 evra. Hamısını tərtəmiz ipsdir. Ona görə hamınızı bağrıma basıram. Like verin, abunə olun da kanal daha irəli getsin. Belə videolarda paylaşım, başqa videolarda paylaşım. Hamınızı öpürəm. Dəyərli izləyicilərim, gedirik gəzməklərə bir qırağa. İndi sizə mən bir yeri göstərəcəm. Burada, belə deyək, bütün dünyadan bu ölkəyə ən platiraspasoblu necə deyim, yəni pulu alımcıl gücü, belə, alımcıl gücü olan insanlar gəlir bu ölkəyə. Bu ölkədə perspektivalar var. Ona görə mən indi burada gedirəm bir dənə yer sizə göstərəcəm, satılır. Almaq istəyənə 22 sot torpaqdır, 22 sot. 22 sot torpaq turistlərin
qaynayıb qarışan yerində, hər tərəfində, yəni turistik yerdə. Mən sizə şey predlaqat eləmirəm. O günlər Gəncədə qabağıma çıxıbdı biri 300 minə obyekt satır, 600 manat arendadadır. Hesablayıram 41 il rentabiliniz lazımdır. Da o 300 mini 41 ilə çıxardacamsa da, nə bilim 300 mini qoyum 6 ilə 41 il yeyim də onu pensiya vəzi. Yəni çox belə gülməli şeylər satılır. Elə Bakının özündə 1000 manatlıq arendadadır, 1 milyona satırlar obyekti. Ona görə indi mən sizə göstərəcəm burada. Yəni 55 min euroya Azərbaycan pulundan 110 min manata turistik yerdə 22 sot torpaq. Ən azı siz orada elə o 22 sotda bir 10 dənə bungallar qoyub turistlərin hamısı da gəlir. Burada siz elə olur yerlər olmur. Turistlər gəlib onu sizdən arendaya götürsələr super pul qazanarsınız. Yəni gözəl investisiyadır, gözəl necə deyim, proyektlərdir. İndi mən ora çatım, oradan da sizə videonu paylaşacağım, ətrafı göstərəcəm, ətrafı baxacaqsınız. Oralarda bir yerdə mən özüm də istirahət elədim. Yəni bu videoma axıra kimi baxın, zəhmət olmasa. Like verib abunə olmağı da unutmayın. Mən indi ona qədər yola baxa-baxa gedim, tam sizə də baxamıram ki, davam eləyərik. Davam eləyə sizə göstərim. Bax bu gördüyünüz dağlar hamısı, bunların hamısı, bax bu evlərdə görürsünüz hamısını. Bunlar Milli Parkın teritoriyasıdır. Yəni Montenegroda, Çernogoriyada ən böyük milli parklardan biridir. Və bu teritoriyada yəqin ki fikir verdiniz, bir daha göstərim. Bax o evlərin hamısı turistlər üçün arendaya verilir. Fikir verirsiniz? Mən də sizə onu deyim ki, siz də əgər istəyirsinizsə gələcəyinizi qurmaq, bax 22 sot torpaq 110 min manatdır. Valla 22 sot torpağa 110 min manat vermək xaricdə 2026-cı ildə Evrosayuza girəcəkdir. Evrodur. Bura pullu insanlar gəlir istirahət eləməyə, ailəsindən gəlir, bir günlük gəlib qalıb gedən söhbətləri yoxdur. Burada siz öz biznesinizi inkişaf elətdirə bilərsiniz və yaxud heç biznesmen olmayın. Biznesmenlik demirəm. Azərbaycanda ən azından əlinizdə bir, belə deyək, 110 min, 100 min pulunuz varsa da rahat investisiya eləyib, bir 50 minə də o bungallardan tikib qoysanız, böyrünüzdə özünüz üçün bir dənə ev düzəldib və yaxud işçi üçün fərqi yoxdur. Rahat pulunuzu qazana bilərsiniz. Evro'dan qazanan. Evro'dan da qazanandan sonra istəyirsiniz burada oturun, istəyirsiniz orada oturun. Bookingdən, suyu da var torpağın. Yəni gedib indi torpağı göstərəcəm, hələ torpaqdan danışmıram. Torpağın özünün mestapolajeniyası, meşəliyi, ləzzəti və qapıdan çıxan kimi milli parkdır. Həmən o milli parka da indi maşını sürüb, oranı da sizə göstərəcəm. Videoda görəcəksiniz ki, nə parkdır, nədir. Turistlər bütün dünyadan gəlir. Burada mağaralar var, mağaralara baxmağa gəlirlər. Ən böyük, nə bilim, milli parka baxmağa gəlirlər. Keyfə gəlirlər, istirahətə gəlirlər. Çernogorların, Montenegroların özləri də gəlir. İndi bax bir dənə bax bu sakit durumdan, bax bu dağların bir dənə baxın ağaçlığına, yaşıllığına, havasına, gözəlliyinə insanlar niyə bura gəlir? İnsanlar, bura isə torpaqdır. Bax fikir verirsiniz, həmin yuxarıdadır. Mənzərəsi dağı bir dağa, ikinci dağa. Ağaçlardır. Arxası meşədir. Kameramanımızdan xahiş eləyək meşəni də göstərsin. Həmən o qonşu yer də uca tikibdir. Bax elə bungallar tikib arendaya verirlər turistlərə. Bax burada da 22 sotdur. 22 sotda bungalları qoyub bax belə. Düz asfaltın böyrüdür. Asfaltı da sizə göstərəcəm. Yol qırağıdır yəni. Həmi hündürlükdədir. Yağışdır, suyudur, hamısı axanda aşağı gedir. Yəni bax bu torpağın bütün sənəti var. Suyu, bütün kommunikasiyası, işığı, hamısı yerindədir. Ona görə bunları əldə eləmək üçün 110 min manat pul lazımdır. 110 min manat telefon nömrəsini də yazacağım. Zəng eləyin, əlaqə saxlayın. Konkret elə bilin ki, gedib təmiz danışacağım. Burada yəni heç kim küsməsin. Gedib Azərbaycanda 200 min, 300 min hansı obyektə verib, ondan dilənçi kimi ayda 600 manat arenda gözləməkdənsə də, o 600 manatı burada bir günə çıxartmaq olar. Başa düşdünüz nə demək istəyirəm? Burada yəni qadağa da dövlü günəş panelləri qoymaq, əgər istəsəniz dövlətə vergi dilində işıq pulu ödəməmək. Bunların hamısını eləmək olur. Amma belə dövlətdən gələn işıq da var. Hamısını dövlət sizin üçün yaradır.
Yəni 22 sot torpaqda gələcəyiniz üçün, uşaqlarınız üçün gözəl bir biznesdir. Mən indi sizə asfaltdan da bir dənə çəkəcəm, asfaltdan da görəsiniz. Çox sağ olun, abunə olun, like verin. Biznesmenlər və yaxud heç biznesmen yox, sadə insanlar, əlində azad pulu olan, nə bilim, nətər deyim, evini gedib 300 minə satıb, obyekt almaq istəyənlər bilir ki, 100 minə buradan obyekt alıb, onu 50 mən evro ilə deyəcəm. 55 min evro buna vermək, 55 min evroda belə kameramanımız göstərsin, belə evlərdən hazırlamaq, tikmək mümkündür. Ona görə yavaş-yavaş düşək aşağı, aşağıda da sizə yolun qırağını göstərəcəm. Getdik. Fikir verdiniz, bura asfalt yoludur. Bax, yoldur. Orada yoldur, burada yoldur. Buradan çıxırsınız, buradan çıxırsınız. 2 dəqiqəyə milli parkdır. İndi mən sizə o milli parkı da göstərəcəm. Və burada bizim torpağımızdır. Baxsana, buradadır torpağımız. Bax, giriş bax, buradan belə yuxarıda 22 sot torpaqdır. İndi gedək milli parkın girişində sizə göstərim. Gün də gözümə düşür, gözümə dəvərdəcəm. Getdik. Hə, gözəl insanlar. Getdik, gəzdik, gəldik, baxdıq. Sizə harda qaldım onu da göstərdim. Həmən bu yerlərdə ev satılır, torpaq yeri satılır, onu da göstərdim. Necə, yəni belə deyim də, orada videomda görürsüz deyirəm də, yəni gedib 300 min verib nəsə alıb 41 il onun şeyini gözləməkdənsə da buralarda həyatınızı həqiqi dəyişə bilərsiniz. Yəni yaşayış tərzi başqadır, yaşayışın ürvini başqadır. İndi çox adam bəlkə də qınayacaqdı məni. Ay nə bilim bunu, elə ora gedən bunu bəyənmir, onu bəyənmir. Sadəcə hər şey müqayisədə bilinir və mən müqayisə eləyəndə başa düşürəm ki, müqayisə gözəl bir şeydir. Həll eləyəndə hər şeyi bilirsiniz. Yəni həll eləyəndə hər şeyə baxanda da, hər şey biləndə. Ona görə kanalıma abunə olun, like verin, bəyənin, yaxınlarınıza, dostlarınıza göndərin. Video testlərim var. Girin o video testlər playlistində də baxın. Yeməkləri də nətər yoxlayıram. Normalni belə deyək də, Azərbaycanın belə bir insanı, belə bir blogeri olmaq istəyirəm və olmuşam da inşallah sizin dəstəyinizlə. Ona görə hamınızı öpürəm, bağırma basıram. Nə maraqlı olacaq sizin üçün, başqa nələr maraqlıdır bu ölkədən yazın videonun altında. O barədə də çəkim sizin üçün paylaşım. Abunə olub, like verməyinizi təkrar eləyirəm. Valla pulsuzdur. Mənə dəstək olun. Hamınızı öpürəm. Aşağıda burada knopkalar var. Onu basın. Bir dənə də belə kommentarilərdən yazın. Öpdüm hamınızı.